Salam, hər vaxtınız xeyir. Deməli, sizinlə belə bir sualların həllinə gəlin birlikdə baxaq. Deyir ki, A və B-nin hansı qiymətlərində bu çoxhədlisinin qüvvəti 5-ə bərabər olar? Biz bilirik ki, çoxhədlinin qüvvətini tapanda birinci sadələşdirmə aparırıq və hansının üstü ən böyükdürsə o bizim qüvvətimiz olur. İndi məndə deyir ki, çoxhədlisinin qüvvəti 5 olsun. Çoxhədlinin qüvvəti 5 olanda indi mənim 5-dən böyüklər olmamalıdır axı bu 5 olsun. Yəni 3x üstü 8-dir, ax üstü 8-dir, bx üstü 6-dır və 2x üstü 6-dır. Bunlar olmamalıdır ki, bizim qüvvətimiz 5 qalsın. Onda mən nə edirəm? Götürüb 3x üstü 8 çıxılsın ax üstü 8. Bunları sıfıra bərabər eləyirəm. Birdə nə var idi? Bx üstü 6 üstə gəl 2x üstü 6 bərabərdir 0. Elə bir ki, özündən daha qüvvətlilərini yox eləməliyəm ki, bunun qüvvəti nə qalsın? 5 qalsın. Mən də buradan çıxardıram x üstü 8-i, ortaq vuruq. Qalır nə? 3 çıxılsın a bərabərdir 0. İndi buradan 3 çıxılsın a-mızı sıfıra bərabər eləsək, a-mız neçədir? 3-dür. Deməli, a-nın 3 qiyməti. Və gəlirəm digərində. X üstü 6-nı çıxardıram mötərizə xaricinə, qalır nə? B üstə gəl 2 bərabərdir 0. Buradan B üstə gəl 2-ni sıfıra bərabər eləyirik və B-mizi alırıq mənfi 2. Deməli, A-nın 3, B-nin mənfi 2 qiymətində bu çoxhədlinin qüvvəti 5-ə bərabər olar. Cavabımız olur C variantı. İkinci suala gəlirəm. Deyir, perimetri 20 metr olan bərabəryanlı trapesiyanın yan tərəfi onun orta xəttinə bərabərdir. Trapesiyanın yan tərəfini tap. Biz bu trapesiya çəkək. Yalnız iki tərəfi bir-birinə paralel olmalıdır. Və kiçik oturacağını A, böyük oturacağını B qəbul edək. Yan tərəfi deyir, onun orta xəttinə bərabərdir. O zaman mən əgər orta xətti tapsaydım, bizim orta xəttimiz nəyə bərabərdir? Oturacaqlarının cəminin yarısına. Düzdürmü? Onda yan tərəfi buna bərabərdirsə yazıram A üstə gəl 1 bölünsün 2. Və bərabər yanlı olduğuna görə bu hissəyə də yazıram A üstə gəl 1 bölünsün 2. Bizdə perimetr nə idi? Bütün tərəflərin cəmi idi də. Onda mənim 2 oturacağım A üstə gəl B və 2 dənə yan tərəfim 2 vurulsun nə olacaq? A üstə gəl B bölünsün 2. 2 dənə yan tərəf var axı. Bu 2-lər gedir, qalır A üstə gəl A 2A, B üstə gəl B 2B. Bu bizə nə qədər verib? 20. Perimetri deyil 20'dir. Hər tərəfi böl 2-yə. A üstə gəl B bərabərdir 10. Məndən soruşur ki, yan tərəfini tap. Yan tərəfimiz nə idi? A üstə gəl B bölünsün 2. A üstə gəl B'miz 10'dur. Onu da 2'yə böləndə cavabımız eləyir. Neçə? 5. Gəlirəm 3-cü suala. Məktəb olimpiyadasında 200 oğlan və 300 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizini təşkil edir? Əgər oğlanları soruşursa, oğlanların sayını, yəni 200'ü sürətdə yazırıq və ümumilikdə neçədən uşaq iştirak edib? 200 üstə gəl 300, 500 və neçə faiz təşkil edir deyir, 100'ə də vururam. 100'ə vuranda bu sıfırla bu sıfır gedir, yəni 5'dəkini 100'ə vurmalıyam. 5'dəkini də 100'ə vuranda 2'ni 100'ə vurdum, 200, 5'ə böldüm 40. Yəni oğlanlar bütün iştirakçıların 40 faizini təşkil edir.